və o orucun əkməli isə midə gibi bütün duyğuları, gözü, kulağı, kalbi, xəyali, fikri gibi cihazat-ı insaniyəyə dahi bir nevi oruç tutturmaqdır. Yəni, muharrematdan, malayaniyyətdən çəkmək və hər birisinə məxsus ubudiyyətə sevk etməkdir. Məsəla, dilini yalandan, qeybətdən və qaliz tabirlərdən ayırmaqla ona oruç tutturmaq və o lisanı tilavət-i Kur'an və zikir və təsbih və salavat və istiğfar gibi şeylərlə məşğul etmək. Məsəla, gözünü namahrəmə baxmaqdan və kulağını fəna şeyləri işitməkdən mən edib, gözünü ibrətə və kulağını haqq söz və Kur'an dinləməyə sərf etmək gibi sair cihazata da bir nevi oruç tutturmaqdır.